Əziz Tovuz cəmaatı, əziz dəyərli insanlar, izləyicilər, hər birinizi salamlayıram. Hal-hazırda biz Tovuz rayonunun Aşağı Quşu kənd məzarlığındayıq. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman igidlərindən olan qəhrəman şəhidimiz Süleymanov Füzulinin atası Bahadur atanın 1-ci il dönümüdür. Bizler de her zaman olduğu kimi Tovuz Turan Şəhid Ailələri Birliyi adından gəlmişik şəhidimizin, eləcə də atasının ziyarətinə. Bizim dəyərli elimizin ağsaqqalı, dəyərli jurnalistimiz Dəmir müəllimlə, eyni zamanda şəhid bacısı ilə. Allah qəhrəman şəhidlərimizin, cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Hər biri bizim üçün əzizdir, hər biri başımızın tacıdır. Hər birinin ruhu şad olsun. Hər biri tarix yazan bir igiddir, bir qəhrəmandır. Unudulmazlardır. Allah doğmalarına səbir versin. Yaxınlarına, əzizlərinə səbir versin. Həqiqətən çox çətin bir dərddir, amma şərəfli bir dərddir. Biz vətəndaşların da hər birimizin borcudur şəhidlərimizin ziyarətində olaq, onların ailələrinin, əzizlərinin, doğmalarının qayğısına qalaq, ən azından mənəvi yanlarında olaq, dərdlərinə şərik olaq. Müasir, müstəqil dövlətçilik tariximizin banisi, dünya miqyaslı siyasi xadim, Azərbaycan adlı şah əsərin müəllifi Heydər Əliyevin hələ 70-ci, 80-ci illərdə totalitar komünist rejim şəraitində qurub yaratdığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi uğrunda gedən ədalətli müharibədə bu günümüz üçün, gələcəyimiz üçün Azərbaycan Respublikası vətəndaşlarının gələcək firavan həyatı üçün dünyada yaşayan Azərbaycanlıların, Türk dünyasının başının ucalıq səviyyəsinə yüksəlməsi üçün vətənimiz yolunda canlarını qurban vermiş, əbədi yaşarlıq zirvəsini fəth etmiş hər bir şəhidimizə Allah rəhmət eləsin. Allah onların yaxınlarına, atalarına, analarına can sağlığı versin. Vəfat edənlərə Allah rəhmət eləsin, valideynlərinə ki, onlar bizim vətənimiz üçün, xalqımız üçün bu tür qəhrəman, igid, vətənpərvər oğullar böyüdüblər. Və bu gənc yaşlarında vətənimiz üçün çox yüksək səviyyədə, ən yüksək zirvəni fəth edərək bu cür nailiyyətlərə imza atıblar. Bugün biz hər bir şəhidimizlə fəxr edirik. O cümlədən Füzuli Bahadur oğlu Süleymanovla və digər minlərlə şəhidlik zirvəsi fəth etmiş qəhrəman oğullarımızla, gənclərimizlə, zabitlərimizlə, əskərlərimizlə fəxr edirik ki, onlar müasir Azərbaycan dövlətinin qurucusu, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən layiq davamçısı, müasir Azərbaycan tarixinə qurtuluş dahisi olaraq Azərbaycanın 20 illik tarixini qurub yaratmış Cənab İlham Əliyevin komandanlığı ilə gedən döyüşlərdə onun son 17-20 ildə həyata keçirdiyi siyasətə dəstək ifadə edərək, onun komandanlığı ilə döyüşməkdən qürüz keçirərək, vətən yolunda şəhidlik zirvəsinə yüksəlməklə, düşünülmüş şəkildə, planlı şəkildə vətən yolunda canlarını qurban vermişlər. Yəni, qeyd eləmək lazımdır ki, müasir Azərbaycanın zəfər tarixini bu cür qəhrəman, igid oğullarımız qurub yaradıblar. Və ermənilərin Azərbaycan torpaqlarında, Azərbaycan ərazisində 1-ci
Pyotr'un adıyla erməni millətçilərinin, tarixçilərinin uydurduğu böyük Ermənistan yaratmaq ideyasının reallaşdırılması istiqamətində son 200 illik tarixdə, son 2 əsrdə həyata keçirdikləri siyasətin davamı olaraq Doğma Qarabağımızın əzəli və qədim Azərbaycan torpağı olan Qarabağın işğal edilməsi istiqamətində həyata keçirdikləri tədbirlərin, siyasətin qarşısı Azərbaycan prezidentinin həyata keçirdiyi siyasi xəttin nəticəsi olaraq qətiyyətlə alınmışdır. Və bizim bu cür qəhrəman oğullarımız son 30 illik tarixdə dünya ölkələrinin, dünyanın beynəlxalq təşkilatlarının, o cümlədən Birləşmiş Millətlər Təşkilatının və eyni zamanda Avropada Təhlükəsizlik Təşkilatının, Əməkdaşlıq Təşkilatının və onun Qarabağ məsələsi sülh yolu ilə həll etmək istiqamətində həyata keçirdiyi qrupun, Minsk qrupunun həyata keçirə bilmədiyi məsələləri 44 gün ərzində Azərbaycan prezidentinin siyasətinə dəstək verən bu cür oğullarımızın hesabına biz bu cür qələmiyə imza atmışıq. Yəni ki, dünya ölkələri işğalçı, təcavüzkar, soyqırımı siyasəti həyata keçirmiş və bilərəkdən ki, Azərbaycan torpaqlarında ermənilər qeyd etdiyimiz kimi son 200 illik tarixdə işğalçılıq siyasəti həyata keçirirlər. Təcavüz siyasəti, soyqırımı, deportasiya siyasəti və eyni zamanda etnik təmizləmə siyasəti həyata keçirilir ki, Azərbaycan torpaqlarında böyük Ermənistan dövləti yaratsınlar. Və bu dövlətin yaradılmasında Çar Rusiyasının və Sovet Rusiyasının, sonra Sovet dövlətinin anti-Türk siyasətinin nəticəsi olaraq onlar Azərbaycana qarşı həyata keçirdikləri hələ 1813-cü illərdən, 1828-ci illərdən başladıqları parçalanma, bölünmə siyasətini, işğal siyasətini Azərbaycan ərazilərində həyata keçirdiklərini dərindən bilməsinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 1967 və 74-cü illərdə qəbul edilmiş təcavüzün mahiyyəti, hüquqi əsasları, yəni dünyada sülhün təhlükəsizliyin təmin edilməsi, dövlətlər arası münasibətlərin tənzimlənməsi, təcavüzə son qoyulması, işğala son qoyulması məqsədi ilə təcavüz anlamına hüquqi siyasi qiymət verilməsi barəsində 2330 saylı, 3314 saylı qətnamə qəbul edilmişdir. Və həmin qətnamələrin tələblərinə uyğun olaraq Ermənistan Respublikası bu qətnamənin qəbul etdiyi 8 maddədən ibarət olan qətnamənin tələblərinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurasının tribunasından hərbi cinayət törətmiş, işğalçı dövlət olaraq elan edilməmişdir. Əgər elan edilərdisə, Ermənistana embargo tətbiq edilərdisə və eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Azərbaycan ərazilərinin erməni işğalçı dövləti tərəfindən, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsini təsdiq edən 4 qətnamənin icra edilməsini Ermənistan Respublikasından tələb edərdisə və onu beynəlxalq birlik iradəsinə tabi edərdisə, onda 2-ci Qarabağ müharibəsi, yəni Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədi ilə ədalətli müharibə baş verməzdi. Və buna görə də Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, müdrik rəhbərimizin ən layiq davamçısı cənab İlham Əliyev erməni işğalının geniş miqyas alındığı bir şəraitdə, yəni Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin sərhəd boyu ərazilərdən daha böyük əraziləri ələ keçirmək, sonra kommunikasiya xətlərini, qaz boru kəmərlərinin ələ keçirilməsi, infrastruktur layihələrinə qarşı kəskin tədbirlərin həyata keçirilməsi məqsədi ilə həyata keçirdikləri
geniş miqyaslı planların qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi tələblərinə uyğun olaraq və eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hərbi əməliyyatların həyata keçirilməsinə göstəriş vermişdir, əmr vermişdir. Və bugün biz onun bəhrəsini bu cür oğulların qəhrəmanlığı sayəsində daha aydın görürük. Və cənab Prezident müharibədən sonraki dövrdə şəhidlərimizin qəhrəmanlığına, igidliyinə, cəsurluğuna, döyüşkənliyinə yüksək qiymət verərək qeyd etmişdir ki, biz əldə etdiyimiz bu böyük qələbəyə görə şəhidlərimizə borcluyuq. Bunları qəhrəmanlıqda böyüdən atalara, analara borcluyuq. Və şəhid ailələrinə diqqətlə yanaşmaq hər bir Azərbaycan vətəndaşının borcudur və eyni zamanda hər bir dövlət məmurunun borcudur. Bəli. Və dövlətin nə qədər gücü olsa, nə qədər hərbi əməliyyatlar düzgün silahlandırsa da, planlaşdırılsa da, silahlı qüvvələr nə qədər də təminatı yüksək səviyyədə olardısa, ancaq bütün qələbəni əldə edən əskərdir. Onlar gedirdilər ölümə, onlar sirəsini qabağa verirdilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, ordumuzu qorusun, Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, müdrik rəhbərimiz, 21-ci əsr Azərbaycanının qurtuluş dahisi, dünya miqyaslı siyasi xadim, dünyanın siyasi lideri, dünyanın hərbi siyasi tarixinə, siyasi münasibətlər sisteminə, diplomatik girişlər sisteminə yenilər bəxş etmiş Cənab İlham Əliyev olsun. Amin inşallah. Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun, o cümlədən atasının ruhu şad olsun. Allah ölənlərə rəhmət eləsin, yerdə qalan ata-analara Allah səbir versin. Amin inşallah. Onu da qeyd edeyim ki, şəhidimizin atası elə şəhidimizdən sonra, yəni daha da vəziyyəti, sağlığı gərginləşdi, səhhəti pisləşdi. Axır zamanlar gözlər belə görmürdü. Allah o dünyasını versin, Allah ruhunu şad eləsin, haqqını bizlərə halal eləsin və şəhidimizin bir gözəl, nurani, ağbirçək anası da var. Allah anamıza uzun ömür, can sağlığı versin. Allah cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Ruhun şad olsun, qəhrəman şəhid atası. Allah ruhunu şad eləsin. Həqiqətən haqqınız ödənməz. Nə etsək də haqqınız ödənməz. Bizlərin borcudur sizləri ziyarət eləyək. Yerdə qalan şəhid əmanətlərinin yanında olaq. Allah ruhunuzu şad eləsin. Allah doğmalarınıza səbir versin. Allah doğmalarına səbir versin. Bura gördüyünüz, yenə də qeyd edeyim ki, Tovuz rayonu Aşağı Quşu kəndidir. Demək, məzarlığın lap girişində, mərkəzində şəhidlərimiz üçün xiyaban düzəldilib. Burada da artıq valideynlər üçün yer ayrılıbdır. Allah hər birinə uzun ömür, can sağlığı versin. Allah gecindən versin. Hər birimizin sonu ölümdür. Əsas odur ki, evdən yox, eldən gedənlərdən olaq. Allah rəhmət eləsin.